Çətinliklərdə insanı duzmaz, problemlərdə insanı duzmaz. Problem insan üçündür. Problem insan üçündür. Və bu sözü biz təsəlli baxımından demirik. İnsansansa problemin olacaq sənin. Həzrəti Əmir əl-Müminin, Mevla'l-Müvəhhidin, İmam Əli əleyhissalam buyurur ki, birdən sənin bu həyatda problemin olmasa və bütün insanlar səni sevsə, ged özündən bir axtarış yapar, səndə problem var. Təsəvvür edirsiniz? Həzrət deyir, əgər heç kəs sənə etiraz eləməsə, hamısı səni qəbul eləsə, deməli səndə problem var. Niyə? Oxşayır hardasa haqqı deməmsən. Həzrət özü deyir, səbəbin. Deyir, əgər gördün sənə etiraz eləyən insan yoxdur, bil ki, hardasa haqqı tapdalamısan. Çünki yer üzündə olan insanlar hamısı eyni deyirlər, hamısı haqq sözü qəbul eləyə bilmirlər, hamısı haqqı qəbul eləyə bilmirlər və təbii ki, insanlar müxtəlif siniflərə bölünüblər. O siniflərdən biri də batil cəbhədir. Əgər onlar da sənə hə deyəcəksə, amin deyəcəksə, yaxşı deyəcəksə, onlar da sənə like eləyəcəksə, onda Həzrət buyurur ki, sən səhv yoldasan.